Bəli, bu da final. Bu da son. Meydan sənindinin sonuncu batılı. Fate, bir də Richie. Bunlara bir dənə səs! Dostlar, məhz bu insanlar 16 iştirakçının içindən gəlib çıxıblar bura və bu günləri kimsə 2000 manatı aparacaq və meydan sənindinin çempionu olacaq. Uşaqlar, hər ikimizə uğurlar arzu edirəm. Çox çətin yol gəlmişsiniz və bu axırıncı yoldur. İstəyirəm ki, burada güclü qalib olsun. Udan udur, uduzan da inciməsin, statusad yazmasın. Başlamamışdan qabaq demək istəyirəm ki, bizim münsifimiz var. Bu günlərin münsif təkdir, çünki qalibin pulunu cibindən o verir, ona görə də odur. Xahiş edirəm, münsifimiz Pasterə bir dənə səs! Şayo, DJ, bir dənə DJ üçün də səs, yeee! Biz onun qızları üçün də bir dənə səs eləyəkdən olur. Hamıya salam, xoş gəlmisiniz. Nə demək istirdim, çox vaxtınızı almayacağım, sadəcə qısa məlumat verməliyəm. Biz Vaxo ilə bu proyekti başladıq ki, gənclər üçün bir motivasiya olsun, gənclər üçün nəsə qoyaq. 2 il sonra təzdən bizi söysünlər ki, biz gənclər üçün heç nə eləməmişik, ancaq özümüz üçün eləyirik. Bizə bu yolda dəstək olan Bizon Cyber'a, baş sponsora, onlar bizə inandılar, onlar bu gənclərə inandılar və bugün burada olmağımızın səbəbi məhz Bizon Cyber'dır. Çox sağ olsun Bizon Cyber. Və bu günlərim bizim dostumuz Sunay əslində burada olmalıydı yanımızda, necəsə itib. Burada Sunay deməli, var. Cactus Booking adlı app var. Bu app həm belə deyim, gözəllik, baxım salonlarındandır. Yəni siz istədiyiniz vaxt bu appi yükləyib, sadəcə istədiyiniz vaxt, istədiyiniz bərbər, istədiyiniz saatda bron eləyib gedə bilərsiniz. Çox möhtəşəm bir appdir və o bugün kömək elədi ki, biz bu günlərim 2000 prizi sizə verə biləyik. Təşəkkürlər Cactus app. Qalan pulu mən öz cibimdən düzəltmişəm. İnanıram ki, layiqli olan adam aparsın və mən maksimum fokuslanmışam ki, düzgün qərar verim. Richie, Fate, let's go. Getdik. Bir dənə səs eləyək, başlayaq! Fate hazırdırsa, Aqil, Yep. uğurlar. Final! Round 1. Eşitdim deyirsiniz ki, deyiz mənə qalib imiş. Copluyursunuz. Bu mənim olduğum meydandır, sizdə yox duyumsuz. Mən hər misalın bərabərində qalibəm. Çünki son 1 ildir məni sıfırla topluyursunuz. Analiz edib gördüm, Richie həmişə lovğalanı bitirir. Bürclərlə qadınları bişirirsən, bro, maraqlı fikirdir. Okey, onda bürcüm şirdir, planetim günəş, yüksələnim qız bürcü, dombalanım Richie'dir. Başında var boşluq, amma sənə yazan qadınlar ağılla baş qoşmur. Fağır adam loşdur, qapı bapar coşdur. Dişilər səni sevir çünki duş başlığısan, təzyiqin həmin qadınlara xoşdur. Əslində indi beləsi heç qalmayıb. Zəif adamda səhv tapıb borculanmaqdır sənin rap saydığın. İndi get dayvıyıq və nə vaxt baxırsan aqressivdir. Çünki balaca çaydanlar tez qaynayır. Artıq mən belə yoruldum eynən. Saints Wave, yəni müqəddəs dalğa, qorunduz neynən? Sən bugün müqəddəs dalğa yox, müqəddəs Məryəm anasan. Qarnındakı uşağa Tanrının oğlu deyirlər. Şüvənlik eləmək üçün uduzmağımı gözləyir maraqla labelın. Sizin label çox çiçədir, matruşkadır, Enerayim, açırsan Deyiz, açırsan Richie, salam aleykum. Bu nəticəsi bəlli olan batıldı. Tapıntı kimi yamatıldın önümə və cəsədin parkda tapıldı. Sən elə uşaq olarsan, sənin penis kimi qafiyələrinin yanında mənim rayımlarım xaya kimidir. Yəni double'dır. Elədiyin səndən əvvəlki ustaların nağlı deyə o biri ucda qalıb ağlın, amma bu əqlə gəlmək üçün ruçqalarım dağılıb. Yəni sətirlərim nəinki səni bir dövrü bitirər, Pançım Süleyman oğlu Mustafanın ahı. Daha qabaqda da o adam ki az danışan, çalışar yazdan qışa, sən ancaq çənə döyürsən, layiq olmazsan alqışa. Amma necəsə piyada kimi başladığın şahmat taxtasının axırında sən Richie, amma King'ə dönüşə bilməzsən. Bəs mən bu oyuna King olaraq başlamışam. Mən üçün
Mən üçün əsas bərəkətli bu maraq beşikdən qazınıb, halal teşinə acıb deyə Fate pulun sarar 5 il ən azı. Sənsə bombuş kimi onun bunun dalına girərək fırlanırsan, bu olur qara deşikdə hasıl. Fate dovşan kimi fəst, duxun var gəl boğuşaq belin tərs, qatlayım üstadam ipman mənə foşan verib dərs. Yazığım gəlir Richie, səni önümə yem kimi atıblar, Mazinin yuskullara verdiyi qanarar kimi boşa gedirsən. Bu piç qara yaxır, dost başa düşmən ayağa, mən hərləmirəm kim hara baxır. Bu səfər nə atom nə əl qumbarasıdır, fərqli mexanizm çiynimdə diç qranatım. Atıram. Bu teknolojiya deyil FTB-nin şit zarafatı. Rəqibin... Mənə dedilər ki, Skorpun başın bıraq, əsl oğru Richie və Kurugu da onlardan qorxu duyurlar. Birləşiblər Richie, Days, Vigia, Suka, Agent, Dədalığı, Mayıs, Qərənfilin ördəyini oğurluyublar. Richie canlılar aləmində tutuquşu tanınır. Həmçinin topladığı nektarı pətəyini aparmır, qudurmuş arıdı. Keçən battle-da Days'in mənə bir pançı var idi, deyirdi ki, gəl duranda görüşək. Deyəsən bu durmuş halıdır. Hamvız treşmə əbədi yeşiyle gəlir, göstərirəm deşmək nədir. Sizdə daima hər şərait olub, amma biz heçdən gəlirik. Dinləyicim mənə şikayət edir ki, Fate çox qısadır, uzun yaz zövq alaq. Amma sorry, bunun Moskvası bir gündə qurulub deyə dağıtmaq 5 dəqiqəli idi. Gəlib axıra çatdıq, bu gördüyün dəlidir. Körpünü dəli kimi açdım ki, bunlar öldürülməlidir. Bu fikirlə gəldim, artıq nağılın sonundayıq. Göydən 4 dənə alıma düşdü, 4'ünü də yedim. Round. Bu Fate'in birinci rounduydu. Bir dənə sən! Şalar, sakitçilik birinci round. Richie üçün bir dənə səs! Əvvəlcə ondan başlamaq istəyirəm ki, 9 gün əvvəl 95 rolun il dönümüydü, Allah ona rəhmət eləsin. Sənə isə gələndə Fate, buradayam. Sənin 95 rol haqqında dediklərin onu diriltməsə də verdi bu ustaya can. Bugün sənin dejavundur, Ricey sənin qarşında sustu, amma mən sənin qarşında susmayacağım. Salam Fate, 5 ildir batıldayam, amma sən kimisin görməmişəm, tək müsbət oydu. Deyəcəklər, bəs Fate'i neynədin? Deyəcəm, keçmişdə qoydum. Salam çürük, hər batılda dinimi aşağılayırsan, oğrular ilişirsən, elə bilirsən, pirik olsan. Day bilmirsən, bu mənim ölkəmdir, burada el səvər kimi doğulursan, adamı eləyirlər, Nil Monza. Richie'nin qələmi var, Fate'in kağızı var. Sənin kimi 5 dənə oğlanın ağzına uğursuzluqla nəticələnən karyer avın gətirəcəksən ən son ardın. Hamı elə bilir ki, ağzıva gələni danışırsan, məncə elə deyil. Elə olsaydı hər sözün penis olardı. Geridə qalmışsan buna pul yerinə əskinaz deyin. Mən üçün balaca uşaqsan buna cetkinmaz verin. Qabağımda susmusan, bir də gördün reski paz girib, bugün elə cındırıvı çıxardacam şəhərdə tək gəzəsən MC Bas kimi. Mən üçün yağlı tikəsən, şeytan deyir başın qazana sal. Soxulursan sferaya, amma çətin girəsən bu bazara sağ. Deyir atasına kinlənmiş oğulam, kaş sən çoxalmaq yerinə azalasan. Ey atasına kinlənmiş oğul, sən bu sferada hörmət gözləməzdən qabaq gərək birinci o ev hörmətdə öz evində qazanasan. Sənin arxanda duranlar səni səslə qaldırıblar. Sən özünü yandırmamsan, səni qəsdən yandırıblar. Bu batılı uduzsan deyəcəklər 2000 manata Fate'i zavodda çaldırıblar. Borclarım kimidir, cibimi soymaq istəyir. Eynilə kazino saytı kimi də adam qoyduqca qoymaq istəyir. Sən bizim o məzələndiyin dalğamızda balıq belə deyilsən, elə bil üzür bir yosun. Ölüb yerə girdim, Scope Story'də paylaşanda Fate'in üzür videosun. Yəni üzr istəyən Battle MC ilə üzbəyüzəm. Adam buna nəinki bel, istəmir heç bağlasın ayaq. 8-ci batılımda bir dəfə üzr istəmədim, çünki mən yediyim hər poxun arxasındayam.
Sən kimlərə isə hörmət qoyulmur, nəinki desinlər öndərdi. Ha Deyizin də bəxtinə vurum ağzıva verib üstümə göndərdi. Şeytan deyir haqqına gir bunun yepayn. Elə bil Amazondayım amma beynim deyir yebay. Səni bugün sındırmağa çalışıram moralni. Səndən rusca batıl eləsəydik sənə gedərdim amalni. Amma yenə də şükür elə ki bu meydanda tək deyilsən. Bu meydanda bir dənə yaxşı oğlan Fərid var. Amma o da and içirəm ki sən deyilsən. İntellektual qaqaş qaçırır hələ də ritim. Riçinin qələmi iti, Feydin qələmi itib. Sən dadsız, rəngsiz qazsan adın aşki. Sən üçbucağı çox sevirsən deyə nickname'in qadın aşiqidir. Sənin yazdıqları və Samir intellekt deyir. Day bilmir ədəbiyyat hələ də yatır. Məncə sənin ədəbiyyat səviyyən maksimum epinin ədəbiyyatıdır. Çünki sənlə Epikos birləşəndə sanki Natonla FTB, yox Natonla Əslixan, yox. Sənlə Epikos birləşəndə kayf alır ətinlə qəssab, sənlə Epikos birləşəndə daha bomba rep eləyir məttinlə rəssam. Bu mənəm Riçi. Məni başa düşə bilməyənlər subtitr gedir yerin altında. Devil vaxtımda düşdüm, mindi, yeni qalxdım bax. Mərkəzdəyəm göyə Bellingham bunlar üstü və çıxanlar enir altımdan. Bu mənəm Riçi. Və bəli, mənim bir bu qədərim də qalıb yerin altında. Qırıram Gestapo-onu bu Vespax oğlu. Mənə görə newskulları batır repdən sıra ezam olunur. Niyəsə boğulur, qarşıma keçənlər içimdə bulutdan leysan da olur. Heç bir halda sevmirəm hesab qoldu. Pançın pança hesab olunur. Burnuma yenə gəlir ətiyim, mən qətiyyən alçaltmağa qarşı biriyəm, amma dirənib kötü və təpiyim, kütləni xeytin qazandım, çün rəqiblərim reyting qazaldı, bax. Bu iyrəncliyimə tanrım dözməz, yuyular meydim qazandı, wow. Sənin üçün game over, yəni çıxacaqsan oyundan, balaca boyam amma böyük danışıram boyumdan. Uçuruma gedən gəncliyin səbəbi sən, soyuq qal çünki, dalın şüşə kimidir Bakının ərtinində qoyurlar. Mən eləyirəmsə alınır, minir mən eləyən sound deyərə. Sən kimi rep eləməkdən son mən kimi round deyərəm. Bəlkə də çox çirəm. Musiqinin dili olsaydı deyərdi Feyd çox çivə. Feyd stəkan qədər möhkəmdir və sənətə gəldi. Sən stəkan olsaydın sənə tökərdim. Adımınsa mənası xəyallarımdır. Qısaldanda aşıram cığır. Sənin adımın mənası həqiqətdir. Qısaldanda olur hıqı. Sən görəndə bilmirəm nə soruşurlar. Mən soruşmaq istəyirəm, niyə qışqırırsan hər dörtlüyün solunda? Tatular qolunda, all eyes on me. Heç kim sənə qoymayacaq stavka, bu uşad, yal. Heç kimin gözü üzərində deyil, amma hamı soruşacaq, bu uşad, ya. Deyizdə qılı gətirdi, Münsif Samir idi, hansı ki favoritim Feyddir deyirdi. Keçən batıldı MC Bas, rəqibimin zəifliyin başına döyüb heyifdir deyirdi. Bugün mənim uduzmağımı istəyənlər səni dəstəkləmir. Mənim udmağım aşır onların quruzlarına cığır. Bugün mən meydanda təkəm və sənin arxanda duranlar mənim uduzmağımı sıxır. Sənə isə gələndə Feyd, Fərid yaxşı oğlandı amma Feyd mənə görə heç kimdir. İstəyirsən açıqlama verim. Kumiri Robin Hood'dur. Varlılardan oğurlamasa da kasıblara verir. Önümə çıxarıblar tula birin. Bütün qışayının da pulan birin. Vermişəm ağzına pulan biri. Yox vuran əlin var, vuran dilin. Səni vecimə almıram amma alan vurur, vuran bilir. Aramızda tramplin. İçimiz ağzı vıcırır hər pislədiyin. Keçmiş yaxamı buraxmır bu istinadı hisslə deyirəm. Feyd, ortama bax, tam istədiyin. Feyd, ortama bax, tam istədiyin. Round. Nə qoyuram ağzı üstündən ha. İkinci round, Feyd üçün bir dənə sən! Round 2. Mən istəyirəm bir dənə freestyle ilə başlayayım. Sakit! Atasına kinlənmiş oğlan qədər qatıyam. Bu sözün mənasında heç bir pis şey yoxdur, bunu sən də bilirsən. Bu mən tərəfdən sənə deyiləndir. Amma sən bunu bilə-bilə gəlib mənə bu pançı təzədən vurursan. Bunu sən bir də öz atasına hörmət qoymayan oğlan eləyərdi. Scorpla battle'dan sonra Sərdar Ortaç mənə yığdı ki pul lazımdır. Hamısını itirmişəm qumarda. Dedim abi məndə də vəziyyət ödül, kasıbçılıqdır, üstümdə bir dənə tuman var. Ona görə Riçi gəlmişəm səndən borc istəyim. Adın Riçidirsə cibini pul basıb maya qaynayır. Mən özümə fikirləşdim ki Riçi nə qədər varlı ola bilər. Gördüm Scorp Riçidən alıb kasıblara paylayır. Axırına gedərəm. Battle bitəndə hamı gedəcək. Burada Riçi ağlayar bir dənə. Amma yox, sən soyuqqanlısan. O qədər soyuqqanlısan ki mən öz genetikamı gələcək üçün səndə saxlaya bilərəm.
Deyir mən Riçiyəm, seçilirəm bu axın da, qızıldan sırğam, qulağım da, villam həyətində bulağım var. Mən sonun yanında kasıb oğlanam, son 3 ildə sənin kimi pülüyənlər çoxalıb Riçi deyəsən havaya nəsə buraxırlar. Haramdır hər fəsilə ayrı paltar biz çəkirik dərd və çilə. Biz kasıbların başı üçün döysən Riçisən, xəstələnəndə gedirsən Qoç sağlamlıq mərkəzinə. Bu zirvəni üz aşağı qurub, qara yumor etdim, kafir dediniz, uşaqdır bu. Amma sorry, tam bir müsəlman olmağım üçün səndən sonra mənə 2 arvat lazımdır ki 4'ü başa vurum. Feydi dinlə, dərs çıxmaz. Nə qədər ki sağsan keyfinlə həs çıxart. Amma özünü Hüseyin Dərya zənd eləmə Riçi, səni burada mən öldürsəm meydindən səs çıxmaz. Bir gün qayalar başındayam, yaylaq başındayam, Kəlbəcərli oğlanam, dağlar başındayam. Və bu gün süfrədir, pançları yedirdi, özüm yemirəm, atam kimi manqal başındayam. Əgər qanımdadırsa, bu sənət rahatam, amma hər daim vaxt qısa. Hər pançım snayper kimi başından deyir. Elə bir xərçəngin dərmanını tapmısan. Bu sonda silməz beyin yazını, vaxtın gedib açığı dağıdıram Riçinin boş imperiyasını. Çıxdığım 3 rəqibi deyib və gözü yaşlı göndərdim, meydan sənindir, mən üçün Roşkanın ağlayıram seriyasıdır. Və məndə tənqid acıdır, deyir Riçi markadır, tamam fərqli açıdır. Amma özünü brend hesab edən Riçi əslində Kitayskidir, Yuyanda Michael Jackson kimi rəngi açılır. Bəsdir pülədin Riçi, barikat quraram, cibim boşalır, xərcləməlisən az vaxt qumara. Sən kasıbçılıqda reinkarnasiyaya inanırsan ki heç nə olmaz. Bu dəfə getdi, gələn dəfə oliqarx olaram. Label'ını araşdıranda gördüm ki partladan adama dis atıb deyirsiniz hamısı botdur, pulu ilə qalxanlardır. Label'ın hamıya qara yaxır, sənin kuruğunu reinkarnasiyadan əvvəlki versiyası Yusifi quyuya atanlardır. Düzəməlli pançat Riçi heç olmaya bir dənə alınsın. Gələ aramısı, gördüm Saints Wave yanımda fərə qalırsınız. Ona görə mənim tanrı olmağıma ilişməyin, çünki siz hər su içəndə başınızı qaldırıb mənə baxırsınız. Yəni bax, eynisini eləmə, bu amma beyinsiz yenə də deşik olmusan, battle'da tanrı olduğumu qəbullan Riçi ateist deyə eləmə. Payladım sağ sola stil və göstərdim bugün gedir Raskoda kim. Mənə Samir Ramazanov bu battle üçün qoruyucu gətirib ki Fate, tax sonra sil. De görüm sən belə qudurdun açan, tutuldun ancaq arxana butulka açar və bu gün elə qayıracam ki bərbər Vüsal səni hardan gəldiyini soruşmadan qırxacaq. Məndən soruşur ki necə bu qədər əla yazırsan Fate, məndən soruşur ki necə bu qədər əla yazırsan Riçi, bil bu sirdir. Deyir mən yazmaq üçün heç nədən istifadə eləmirəm. Sən uçmaq istəyəndə mindiyin ağ təyyarənin pilotu Mir Yusifdir. Bu mənə deyil tay verib Fate Vibe, sən üçün Gave var, Pain qarışdırarsan və Days Dayın. Sənin labelından çempion çıxıb amma o da şablondur. Tüpürdüyümün az repində elə bil əlifba bayramıdır. A rhyme, B rhyme, C rhyme, F rhyme, N, E rhyme. Bu oyunu çevirər tək mən, sifətində qoyduğum izlə görə Riçi bu ipolunu qeybə çəklər. Çünki kəlmələrim çünki bıçaqdı, sapladım alnıva, battle'dan sonra sənə unicorn deyəcəklər. Amma yenə durmadım, bilirəm udar vurmağı üzündə açılan qandan bilindi ki zərbəm burnadır. Yəni səni əlimdən alıb heç kim ayıra bilməz, nə kameranın arxasında Murad Arif var, nə də bugün Faiq Ağayev buradadır. Buran meydan sənindir, sanki savana qürur qayalardı qoyub qədəmlərin qurağına. Biz ikimiz də şirik, battle'a qədər qardaş kimidik. Amma mən bugün Mufasanın qardaşı, sıqarsan uçurumda sən əllərini buraxıram. Bu pançı heç kimsə başa düşməsin, əsl bəyan beləsi. Çünki bu həqiqi şir təbiəti idi. Ən çürük olanı silməli idim ki nəsil davam eləsin. Round. Dostlar, bu Fade'in ikinci raundu idi. Düzdür, yarısını başa düşmədim, yaxşı ki mən müsif deyildim. İkinci raund Riçi, bir daha Riçi üçün səs! Riçi ver gəlsin! Kaş ki freestyle eləyirəm deyib bayaq ağlamazdın. Sən atava hörmət eləyən oğlu olsaydın atava kin saxlamazdın.
Sevmirəm rəqib flow eləyəndə, sevirəm rəqib biləndə Muay Thai. Bax bu kimdir görürlər bunu Muay Thai. Sən kimləri yox eləmək için part time, Richie Boy Ağdam 02 Shine Like Diamond. KO combat kimi son round final. Qoyulan vaxtdan çox danışdın qoş timer. Ay blin. MC yiyib kökəlmişəm, bu küçüklər məni dayı bilir. Neçə çempion tanıyırsan say birin. Gəlmişəm finalda çempion olmağa, bu Tupoy finalla çempionu çay bilir. Bu dəfə gözləntilər başqadır kimizə. O qədər kasoydu şeytan yerinə daşladı kimisə. Pançlar tətiyidə qarışır qaşqası gilizə. Sən tənqid olunmaq istəyirsən, pasterin qaşları kimisə. Sən mənim önümdəki sonuncu qurbansan. Bundansan çətin çıxarsan burdansan. Bundansan çətin çıxarsan burdansaq. Səni kurqa alsaq dözmərsən, ondansa boğlarsan, içimdəki şeytandır veşmişin ver yoluna sal. Zərbələr soldansaq tökülür bayra bağırsaqların. Özümü ağır saxladım, mənə ver axır sağlamın rəqibin. Tüm pançlar anımsadır ağ saqqalı. Ona görə rəqiblərim qarşımda ağsaq qalır. Vibe qalxır. Vibe qalxır, bilmirəm pançlar qalxır hara. Vaxtı bitir deməyəcəklər, vaxtı var. Süzürəm qaldıraraq, böyütməyin gözünüzdə qaldıraraq. Sənin kimi rep eləməkdən sözümü meşədi baba kimi yandıraram. Batılda punch olmalıdır. Girmir sənin elədiyin söhbətlər, nə də girmir komedi xana. Bugün sürət yarışındayıq amma feydim mapedi xarab. Bəs de görüm sənin repdən başqa neyin var? Mənsə bugün bir başqayam, sanki Prime Neymar. Gəlmişəm batıla üstümdəki xeyti təmizləməyə. Az repi silkələsən vibrator olarsan, bax onda qoyaram feydən üst təpəyə. Səndən pox iyi vurur yəqin, klipində də qusar stilist. Sən o qədər sadə yazırsan, yanında pox yiyir vüsal stili. Mən batılı boks hesab eləyirəm, almışam dərsi düz Tysondan. Bu dəfə xahiş eləyirəm punch sayın düz saysınlar. Çünki batılıda punch olmalıdır, agresiya olmalıdır. Cəmaat bu uşağı neyinir? Dostların səni elə qoruyur, necə Rio Samurai krışalıq eləyir. Və sən rəhmətə gedən 95-ə punch atacaq qədər düşmüsən. Çünki uşaqlıqda soska ilə soskalığı səhv başa düşmüsən. Amma yenə də mənim üçün bir başqasan Feyt. Sən yandıranda üşüyürsən, sən müştərinin çayına tüpürən düşüysən. Sən Alkaşın yoldakı 8-isən, sən kasıb sözsən 40-98-sən. Sən Kazımov Aygün, mən xəyallarını qıran Namik. Mən Dahi Qəzəlxan, sən Rüfət Dahi. Sənə MC-də maraqlıdır görkəm. Sən bir gün prezident olsan olarsan prezident of kölgə. Sənə punch atıram gedir ürəyə qədər. Sən Bakının mərkəzində büləyə nərəb. Sən limitlisən bir kasıbın büdcəsi kimi. Sən ət dökürsən NATO'nun türkçəsi kimi. Amma yenə də sənə elə punchlar yazmışam ki, həm ağla, gül həm də. Sənə soxacam biber, badımcan, pomidor olacaqsan gül pəmbə. Və sən batılda punch atmaqdan başqa hər şey arayırsan sən. Bütün kişilərə eyni deyirsən, çünki bütün kişiləri tanıyırsan sən. Sənə hörmət qoymur nə Əhmədli, nə də Dvatçatı. O qədər unudulmuş bəndəsən göylərə duan çatmır. Bir dənə baxdım bu MC-də qırıq çatı. Bəs bu finala necə gəlib, bu fikir versəz bu vaxta kimi heç bir rəqibinə punch atmır. Mənimsə önümə bağlanan qapıların sındırır, məndə ağıldayım kilidi. Səndən punch gözləmək, Orxan Zeynal'dan double rhyme gözləmək kimidir. Bura qədər tək gəldim, döyüşçüyəm, meydanım səngərdir. Tanrı ilə yola gedmirəm, hər gün Ugroza gəl deyir, səni biraz tərifləyən kim olursan Roza zərgərli. Səndəki özgüvən təzə bərbərdən çıxan oğlanın 2 günlük həvəsdir. Özünü cool göstərən şəhərin bəbələrindən sən, amma playlistin Akşin Fatih fit nəfəsdir. Bunu bəyənib Rüzgar, amma bu bugün mənə təslim. Səni bəyənindən sonra Rüzgar o vaxt bu vaxtı sər təsmir. Sətirlərim qızıldan dəyərli, onda alınca saat. Bunu gəbərdə bilərəm, verin mənə yarımca saat. İşim Samirin favoritlərin gəbərtməkdir. Çalış qorunasan, birini yoluna saldım, indi feytdi yolunazan. Və bu punch'ı yazarkən çox düşündüm beyində. Skopla batılına baxdım və şoka düşdüm özünüzə punch deyəndə. Mənə çox maraqlıydı orada skopa baxıb barırmağı bəyəndə. Nə düşünmüşdüm birinci sətirdə qəhbə, sonuncu sətirdə arvadım deyəndə. Round! Çox gərgin batıl gedir, mənim ürəyimə sancı verib. 3-cü round, Fate, üstündə ver gəlsin! Final round.
Dağıtıq piki, bir gün yığdı vaxo dedi ki finalda özünə hörmət qoyan rəqibim var adı Richie. Biçi, diyan, nə? Non-stop dəlilik, gətirib batıq Bronxdan gəlirik. Danışıb boş-boş, çox boş dərini. Tapdın bəlidir, çox vurub bəlini. Gəlib o big dis, bəli bu Kristi. Bəri qoy Richie'ni, pis dilin başı deyil mistik. Gəlib o tistik, gəli qolu şişləyib dəlim onu. Reper yox, babiyə qaq edib vur tut, qafıya tap. Sən repik gələcəyə ötürəcəm deyib. Repin atasından hamilə qalmısan. Katana böldüm, gömdüm, ruletim ruslu bu tapanca döndür. Sonra tapanda gördüğüm pulovan akşam gazı açık koyup yatanda ölmür. Lip gloss yakar doddağa bu flip flow atarıq topdan. Bugün ağıllı insan olasan diye adını Agil koyan baban şokta. Gezdiğim bu yola testi bu Fiona, gezdiğim Diona dis attı neysapa ASAP God cevap verseydi bugün burada huy olardın Richie. Yeah. Düzdə var o taxt baldırımızdan dala dart ama tapda varam tapda qalan deyiləm. Gəlib partizan döktür batırıq önümdə dili topuq batıl bizim davadır. Gör bu dəliqanlı dündə itirib topuz. Bu dəli mirastır üstüm başım dərili bastı. Üzdüm daşdı gərili pastuq dərini qazdım qəbirini açdım. Elabam dəstəm deyir o da bəs mən ger o da deyil ona dəstək və boy bəstək gen o dəstək gen o təzdən demon tərsən. Bunlar deyiləni yozar eynən ama 2000 manatdan ötürü atadan panç vuran oğlanın sənətinə hörmət qoyan deyiləm. Basıb flowları qaparam kütləni tapancam batar gündüz açdım baxıb batlıva güldüm sonra bu gündü. Meydana komplo kurdu tempo blok gol deyvana toplu label'a poktu egona pordu ver ona tok. Anca basıb bağlar kasıb batdam çağır paf tasım travma başından punch kasıqdan qan. Bu masterclass'ım adam. Bəli bu sondu göy type effective random döy. Aldım 4 rangım büy və bitir version. Layık olmadığın yerde bu final test pulumu da Garip olduğum anda uzatma bak o pulumu da Layık olmadığın yerde bu final test pulumu da Garip olduğum anda uzatma bak o pulumu da Round. Dostlar, sonuncu round. Richie, final round. Bir tanesi. Sən pedofillərə sikdirib elə itirərəm ki yeni itirər tapan. Meydan səndisə məyəm kimi atıb ona görə tut boynu valapa. Bu xiyar söz soxsa da atasına hər görəndə deyir pul ver mənə papa. Gözümün önündə bunu maya halına çevirib hər süzməmişəmsə trapa. Baxa bunu apar çünki vaxtı. Kusyamı yedizdirib bunun üstünə biz onu töküm olsun vaxtı. Kuzum deyirdim sizin görmək üçün adaptır tax götvə. Amma mən səni tapdım Gengon yanında götündən aziya adaptır. O qədər sevinmə məndəki naqilin ucu iPhone 4'lər üçün. İçdən yetişməmiş birisən bro düşəcəksən gözdən çi. Valideynin səni böyüyüb üzünə durasan götmənçin. Həmişə həyatda ailədir ön tərcih. Elə ona görə gedir elə öndərici. Evdə bir kişidən söz götürməyib boşanıb çayxanadakı 1000 kişidən söz götürən qadınla fəlsəfənin fərqlənmirsən çox dostundan. Bir paçko Versailles ərgən dostun və xuyna şutqaların retro mahnıların aşında çürüməyə məhkum olacaqsın old schoolda. Hər pançım ramre üçün qoyulan senzuradır xuynadır durmaz. Bunların pulda bu buyumağı yıxılıb durma. Patologu bir baş eləsin. Sən kimi ağciyərəm mən hansısa ara məhlədə dediyim sözə görə biri çağırıb qoysun sifətmə. Yıxsın yerə sonra göt baş eləsin. Kişi döylər döyər amma sən nakişsən getdi işlərivi tap. Sağlamlıq mərkəzinə çıxan qəhbəsən sıxır müştərivi var. Din və milli dəyərlərlə məzələnərək rəp edən Fərid bəy iki daşşaqlı qaqaşlar tutub ardasa eləyəcəklər genişlərini da. Arasındadır burnu götfün. Çıraram jırını götfün. Vaxı qarınlı məmurda olan yerdə peydemsi pul mu götürür? Rap qaradərlilərin başlatdığı üsyandan yaranıb sənin irqçiliyin var dediyi və görə günahları silən xüsusiliyin var. Pampersin dəyişiləndə kəşf edilib o da. Xeyirsiz övladsan sən həyatı vukoda boğum ayırıb musanın əsası ilə mavi suda. Sonra sən iPhone 17 Pro'da iCloud'a da salıb tirərəm elədiyi məntiqə floda. Məni tanı başımın gəlib həyatımı qaraldaran dayanmadan bəla yağanı buludan wow. Hər pançım ramre üçün. Hər pançım ramre üçün.
Hər pançım ramre üçün qoyulan senzuradı, xuynadı, durmadı bunların pul tapıb uymaq, yıxılıb durmağı patoloku bir baş eləsin. Sən kimi ağciyərəm mən, hansısa ara məhəllədə dediyim sözə görə biri çağırıb qoysun sifətimə, yıxsın yerə sonra göt baş eləsin. Round. Ay Allah sağ şükür qurtardıq ha! Gəlib o momentə çatmışıq ki, bu gün kimsə ağlayacaq, kimsə pulu götürüb gedəcək. Uşaqlar, sizi təbrik edirəm. Ən azından bura qədər gəldiniz və elədiniz. Əgər finaldasınızsa, deməli doğrudan da layiqsiniz buna. Sizi birinci təbrik edirəm. Birinci uşaqlara bir də alqışlayan xahiş edirəm. Bu günlərin müsifimiz tək pasterdir. Ona görə mən istəyirəm sözü ona verəm. Amma xahiş edirəm, qalibi açıqlama hələ ki mən deməmiş. Batılı diqqətlə izlədim, qeydlərimi apardım. Mən inanıram ki, heç kəs məndən inciməyəcək. Mən çünki batılı heç kimin bilmədiyi kimi bilirəm və buna əminəm. Və başqa heç bir şübhə ola bilməz. Saydım. İlk round Fate 12 punch, 1 punch Dərin Məryəm ana haqqında və 1 mənfi punch Ağdamlılar haqqında. Richie 9 punch və 1 mənfi punch yadımdan çıxıb. İlk round Fate. Fate'ə bir də söz. İkinci round Fate 11 punch, 1 Dərin punch Mufasa haqqında və Yumur. İkinci round Richie 7 punch. Üçüncü round Flow və Beat Fate tərəfindən düzgün seçilmişdi, baxmayaraq ki punch yox idi. Üçüncü roundda Richie'də amma 1 punch var idi. Bütün bunları nəzərə alaraq mənim fikrimcə ümumi battle zəif keçdi. Mən daha çoxunu gözləyirdim Richie'dən açığı, çünki keçən battle'dan elə bilirdim ki bu qaqaş balaca adam yiyəndi. Fate yaxşı elədi, flow var idi, amma sanki axsaq flow idi. Bilmirəm, ümumi yaxşıdır, amma mənim gözləntilərimi vermədi. Amma bu battle'da Fate qalibdir. Pərviz, səndən çox xahiş edirəm. Sorry, O yadımdan çıxdı. müqəddəs konverti gətir. O müqəddəs İyi. konverti gətir. Dostlar, bu gün final sona çatdı. Bilmirəm nə dərəcədə düzdür, düz deyil. Amma bu yarışdır. Yarışda mütləq ki, kimsə qalib gəlməlidir, kimsə uduzmalıdır. Ağı, çox sağ ol hər şeyə görə. Battle elədiniz, finala qədər gəldiniz, yarışdınız. Amma meydan sənindirin qalibi Fate olduğuna görə 2000 manatı Fate kazanır, Fate sən! Cactus Booking'e teşekkürler. Cactus Booking bugün bizim Sunay arkada mənə əl eləyir. Cactus Booking bugün bizim prizavoyu düzəltməyə kömək elədi. Biz bu prizavoyu düzəltdik ki, gənclər üçün bir nəsə qoyaq özümüzdən sonra. Fate, təbrik eləyirəm. Respekt. Sən apardın. Yəni alqışlar, alqışlar! Richie. İnanıram ki, sən qayıdacaqsın. Uğurlar. Görüşənədək və son olaraq Bizon Cyber bu meydanın qurulmasına səbəbdir. Bizon Cyber, təşəkkürlər. Görüşərik. Bu da son, bu da son. Bizə kömək eləyən birdən axıra qədər hamıya təşəkkürlər. Bizon Cyber, Yuxarı Production, İltifat Production, bütün fotoqraflara, videoqraflara, atama, anama, nənəmə, hamıya çox sağ ol deyirəm. Öpürəm sizləri dostlar, biz bunu elədik. Bu günləri hamımız çempionuyduk. Sağ olun, görüşürüz.